ve sallallahu ve sellem ala nebiyyina Muhammedin ve ala alihi ve sahbihi ecmaîn. Allah'a hamdolsun, onun sonuncu Peygamberi Muhammed sallallahu aleyhi ve sellem Allah'ın salamı olsun, salavatı olsun. Onun yolun düzgün şekilde tutup gidenlere Allah'ın salamı olsun. En birinci kardeşlerim hamımızı Allah'ın salamıyla salamlayıram. Esselamu aleyküm ve rahmetullahi ve berekatuh. Elhamdülillah kardeşler, mübarek ayın mübarek günlerindeyiz. Elhamdülillah Allah'a hamdolsun ki bu faziletli günleri bizi yaşadır Allah subhanahu teala müvəffəq eləyib. Və xoş o adamın halına ki bu günlərdən gözəl şəkildə istifadə edir. Öncəki aylardan, günlərdən və gecələrdən bu ayı, bu fəzilətli günləri fərqləndirir. Allah Resulü sallallahu aleyhi və səlləm bir gün minbərə çıxanda 3 dəfə əmin dedi. Sahabələr dedilər ki, ya Resulullah, nə səbəbi idi, nəyə görə dedin əmin? Dedi ki, Cəbrail əleyhissalam mənə gəldi və dedi ki, ey Muhammed, Ramazan ayı girib də bu aydan bağışlanmamış çıxan və bu aydan çıxıb cəhənnəmə girən qulun burnu yerlə sürünsün. Necə pis insandır o, necə qəflətdə olan bir insandır ki, bu fəzilətdən, bu rəhmətdən, Rəhmanın göydən rəhməti yağış kimi enir, sel kimi enir, bundan heç nə istifadə edə bilmədi. Günlərin fərqləndirmədi öncəki günlərdən, ayların fərqləndirmədi və gecələrin də fərqləndirmədi. Və qardaşlarım, Ramazan ayı çox fəzilətli bir aydır. Bilirsiniz, bu barədə əlhəmdülillah daim danışılır. Lakin biz yenə danışmaqda davam edirik ki, nəyin üzərində olduğumuzu daha dəqiq bilək, qəflətdə olmayaq, oyanaq. Daim biz bu ayda olmağın, bu ayda olan ibadətlərin fəzilətlərindən danışırıq. Allah qorusun, lakin elə insanlar var ki, bu ayın içində belə günah eləməkdə davam edirlər. Hətta hansı orucda günah eləməyə davam edirlər. Öncəki aylarda olan qeybətlər yenə yerindədir. Yalanlar yenə yerindədir. Öncəki ayda olan asiliklər yenə də yerindədir. Sigaretlər yenə yerindədir. Allah qorusun, insan səhurda bir sigaretini çəkir. Və niyyətləyir ki, axşam açan kimi çəkəcəm. Yenə də insan səhər çəkir, sonra tövbə eləsə, umulur ki, Allah onu bağışlasın. Amma axşama çəkəcəm deyə niyyətləyən insan, Allah qorusun, asiliyin üzərindədir, günaha insan niyyətləyir. Yəni, vallahi bu ay çox fürsətli bir aydır. Şeytanın, Allah Teala azğın şeytanı bu ayda zəncirləyir. Şeytanın insan üzərində heç bir hökmü olmur. Allah Teala'nın rəhmlədiyi insanlardan başqa. Görürsən ki, elə qardaşlar var ki, elə bu ayda yenə də davam edirlər asiliklərə və günahlara. Görürsən ki, çəkili qırağı gizlin o lentlərə baxır. Əsl utanılması lazım olan Allah. Ondan utanmır. Görürsən ki, insan gələndə tez gizlədir. Vallahi bu daha betəridir. Təqva da o da Allah Resulü sallallahu aleyhi ve sellem təqvalı olun deyəndə alimlər zahirlər deyirlər ki, təqva odur ki, yaşadığın yerdə utanacağın o insan kimdir? Ən həya elədiyin insan kimdir? Hansı ki, onu görəndə həya eləyirsən. Allahdan daha çox şiddətli həya eləməlisən. Əgər səndə o varsa, sən təqvalısan. Təqvalısan. Günahları tərk eləyirsənsə Allah qorxusundan. İnsan günahı niyə gizlində eləyir? İnsanlar içində eləmir. Allah Teala'dan qorxusu azdır, ona görə. İnsandan qorxduğu kimi Allah'tan qorxmur. Ona görə qardaşlarım, günah Allah qorusun insanın ömrünün bərəkətini aparır. Günah insanın üzün qaraldır. Günah səbəbinə Allah Teala şeytanı qovdu. Bəzi qardaşlarımız Allah Teala'nın geniş rəhməti o ümiddə olmaqları onları anladı. Fikir ver, eşidib hədisləri ki, kim gündə Subhanallah və bihamdih desə 100 dəfə dənizin köpükləri qədər olsa Allah Teala onun günahlarını bağışlayacaq. Eşidib ki, nə bilim, bu namazı qılsa, o birisi namaza qədər olan günahlar Allah Teala bağışlayacaq. Qardaşım, bunlar rəhmətdir. Əlbəttə ki, İbn-i Qeyyim rahmehullah Allahın rəhmətinə ümid bəsləyib və şeytanın bu qapıdan o adama daxil olması haqqında bab açıb. Şeytan Allah rəhimdir, rəhmandır deyirsə, allatmasın, başı yastığa qoymasın. Allah Teala'nın qəzəbi də var, Allah Teala intiqam alandır. Allah Resulü sallallahu aleyhi ve sellem bir gün qəbirstanlıqdan keçəndə sahabələrlə baxdı qəbirstanlığa, dedi ki, of, sahabələr deyir ki, ya Resulullah, nə olur? Allah Resulü deyir ki, o kişi indi əzab olunur. Bilirsiniz niyə? Onu deyir, qənimətləri zən yollamışdım. Qəniməti mənə gətirəndə oradan 2 dənə ip oğurladı. İndi əzab olunur orada. O adam da dəst namaz alırdı, o adam da namaz qılırdı. Sahabə idi, o da Subhanallah və bihamdihi bilirdi və eləyirdi. Sadəcə qardaşlarım, Allah Teala rəhmandır və rəhimdir. Bu, səni anladır bəzən. Ümidin həddi səndə daha çox olur. Ona görə alimlər deyirlər ki, ümid və qorxu
Bir qanadın iki dənə quşun iki dənə qanadı kimidir. Əgər biri çox olsa, biri az olsa, o quş göydə qala bilməyəcək, düşəcək yerə. Səndə ümid çoxalır bəzən. Fikirləşsən ki, Allah mənə bağışlayacaq. Gizlində eləyən günahlar. Vallahi insan onun təsirini özündə görür. İnsan onun təsirini, azı günahların təsirini öz evladında görür. Öz həyat yoldaşının üzünə qayıtmasında görür. Hətta sahabələr deyir ki, vallahi heyvanımızın bizə itaat eləməməsini günahlarımızdan görərdik. Ona görə İbn Qayyim Dərd və Dəva kitabında, Allah ona rəhmət eləsin, buyurur ki, İbn Abbasdan radiyallahu anhudan, deyir ki, ey günah eləyən qardaşım, sənin günah eləməyə gedərkən o çiynindəki mələklərdən utanmamağın sənin o günahı etməyindən daha pisdir, daha böyüdür. O günahı etdikdən sonra sənin sevinməyin o günahı etməyindən daha böyüdür. O günahı etməyə gedərkən insanlardan gizləndin. İnsanların baxışı səni ürkütdü, amma Rəhmanın baxışı heç sən vecvə də olmadı. Bax, o var ha, Rəhmanın səni görməsini unutmağın o günahı etməyindən daha pisdir. Həmçinin o günahı edərkən qapının çölündən küləyin o səsi gəldi. Necə qorxdun? Elə bildin ki, kimsə səni güdür, amma fikirləşmədin ki, Allah səni görür. O səsdən qorxmağın daha böyüdür. O günahdan, o günahı eləməyindən daha böyüdür. Allah Taala'nın rəqib olmağın, səni daim nəzarətində saxlamağın unutdun. Ona görə qardaşlarım, Allah qorusun, günahların növləri çoxdur. Bunlar asiliklərdir. Lakin elə günahlar var ki, qardaşlarım, bizim qəlbimizdədir. Biz onu daşıyırıq və onu hiss eləmirik. Kin, küdurət, həsəd, paxıllıq, bunlar tövbə, istiğfar, zikirdən başqa bunların heç bir dərmanı yoxdur. 100 dənə həkimlərə get. Həkim sənin çarəyi tapmayacaq. Qəlbin xəstələnəcək, əzalarına vuracaq. Başın ağrıyacaq, ürəyin ağrıyacaq həsəddən, kindən, paxıllıqdan. Həkim dərdin dərmanını tapmayacaq. Vallahi zikirdədir, istiğfardadır. Gözləmirdin, Allah Taala sənə bağışlasın. Bu orucları niyə tutursan? İstiğfarı niyə eləyirsən? Namazları niyə eləyirsən? Allah Taala'nın bağışlanmağını istəmirsən. Amma fikir ver. Şaban ayının ortasında 15-ci günündə Muhammed sallallahu aleyhi ve sellem buyurur ki, Allah Taala qullarının qəlbinə baxır. Əgər hansı qulunda şirk və qardaşına qarşı küslük və kin yoxdursa, ondan qeyri hamısını bağışlayır Allah Taala. Necə iman gətirmirsən? Şabanın 15-i Ramazana keçiddir. Allah Taala istəyirsə təmizləyib salsın Ramazana. Sən fikir ver, qardaşlar, alimlər deyirlər ki, baxçıla başqa günahları Allah Taala demədi. Şirklə bərabər Allah Taala kini dedi, kini xatırladı. Çünki qardaşlarla küslük, kinli olmaq, bu tək o qardaşla sənin münasibətin deyil. Sən qardaşların arasını vurursan, sən qardaşları parçalayırsan kinli olmaqla. Sən küsürsən o qardaşdan. Sonra gedirsən, onun səhvləri haqqında sənə yaxın olan qardaşlara yayırsan. O birisi tərəf gedir, öz yaxınlarına yayır və parçalanma buradan başlayır. Şeytan buradan daxil olur. Şeytanın ən böyük qapısıdır kin, küdurət. Muhammed sallallahu aleyhi ve sellem deyirdi ki, mənim sahabələrimlə mənə heç bir xəbər gətirməyin. Gəlib onlardan mən heç danışmıyorum. Mən də insanam. Danışmaqla qardaşın qəlbinə kinin toxumunu əkirsən. Olmaz. Ən böyük günahlardandır. Bağışlamaq istəmirdin. Ən birinci gedən cənnət qapıları onun üzərinə açılır. Əgər iki nəfər küslüdürsə, Allah qorusun. Əgər onlardan biri hansı ölsə, alimlər deyir ki, otdadır, küslü ikən. Nə oldu? Haramlardan qaçırsan. Allah Resulü deyir ki, 3 gündən artıq qardaşı ilə küslü olan otdadır. Bu haramlardan oda düşməkdən ötürü qaçmırdın. Küslü qalmaq da oda düşməkdir. Necə iman gətirmirsən, donuz əti yemirsən, zinaya gedmirsən, sələmə gedmirsən, amma qardaşı olan illərdir küslüsən, bu nə kindir, bu nə küdurətdir? O qardaş, nə bilim, qonaq elədi, mənə çağırmadı. Elə 3 nəfərlə bunlar gedir, o birilər qalır. Nə bilim, varlılar belə toplaşdı, kasıb bırak, belə qaldı. Şeytanın sənə təlqin elədiyi hamısı vəsvəsələrdir, başqa heç nə yoxdur. Başçı olmaq arzusu var səndə, get qəlbi təmizlə. Allah Taala o qardaşa müvəffəq eləyib. Yox idin o qardaş sinəsini verdi qabağa. Yox idin o qardaş evini açdı, süfrəsini açdı dəvətə.
Elhamdülillah Allah Teala onunla izzətləndirdi. Nə olub indi sənin qəlbinə düşdü? Tez bu sən də fikirləşdin ki, mən də. Elhamdülillah qardaşın yanında ol, qabağında olma. Arxasında ol qardaşın, tut ki lan. Bu izzətdir. Bununla böyüyəcəksən. Böyüklərini hörmət eləsin. Böyük deyir, ancaq səndən yaşda böyük olsun, elmdə böyük, təcrübədə böyük, dəvətdə səndən böyük, səndən qabaq əziyyət çəkənlər. Vallahi ona hörmət eləsin, Allah səni hörmətli eləyəcək. Özü onun qabağında sındırsın, Allah Teala səni uzaldacaq insanların qarşısında. Amma kinli olmağın səni heç nə gətirməyəcək. Bax qardaşım, bir neçə misal güclü olan qardaşlarımız qəlbində neçə illərdir qohumuna, əqrəbəsinə, qardaşlarına olan kin, Allah qorusun, dəvə kimi, barışmamazlıq kimi, mən ölsəm də onunla barışmayacağam. Bu nə sözlərdir qardaş? Qardaş, Yahudi və Xristiyanlar Allah Teala'ya övlad nisbətlədilər. Allah Teala deyir ki, onların bu sözündən az qalsın ki, göylər qopub yerə düşsün. Az qalsın ki, dağlar, daşlar paramparça olsun. Allah Teala onları elə qəzəbləndi ki, onları yerlə yeksan eləsin, az qalsın. Sonda Allah Teala ayənin axırında, Məryəm surəsində gedin açsın oxuyun. Deyir ki, əgər onlar tövbə eləsələr, Allah onları bağışlayacaq. Allah akbar. Rəhmanın rəhmətinə bax. Sən kimsən? İnsansan da dəridən sümüdən insan. Bu kim sənə hardandır qardaş? Biraz gözü yaş şeytanlandı, vallahi şeytanlandı. Şeytan imkan vermir, parçalanma yaradır. Gel quzaqla qardaşı görüş. Muhammed sallallahu aleyhi ve sellem qardaşlarım, bilirsiniz ki Allah Resulü sallallahu aleyhi ve sellem həmişə deyirdi ki, sizdən birinin başına bir müsibət gəlsə, məni xatırlasın. Ən çox müsibət çəkən insan da Allah Resulü. Mən danışmayacağım onun başına gələn müsibətlərdən. Bilirsiniz ki, özü dünyaya gəlməmiş atası öldü. 6 yaşında anası öldü. Harda öldü anası? Mədinə ilə Məkkənin ortasında. 3 nəfər idilər. Anası, özü, bir dənə də qulluqçu. Allah Resulü 6 yaşında mübarək əlləri ilə qumu qazdı, anasını bastırdı. Sənin başına gələn müsibət nədir ki? Biz bu barədə danışmayacaq. Bizə lazım olan yeri Allah Resulü'ndən dərs götür. Qardaşlarım, biz daim danışırıq Muhammed sallallahu aleyhi ve sellemin Allah Resulü'nün qızı Fatıma anamız haqqında danışırıq. Onun yeznəsi Əli radiyallahu anh haqqında danışırıq ki, böyük ibrətlər var onların həyatında və s. və s. Heç Zeynəb anamız, heç onu xatırlamırıq. Muhammed sallallahu aleyhi ve sellemin o birisi qızı Zeynəb. Bəlkə də onun başına gələn müsibətlər başqa sahabələrin başına gəlməyib. O Allah Resulü'nün qızı idi. O cahillik dönemində qardaşlar İbnül As adında birinə Allah Resulü'nün qohumlarındandır. Təbii ki müşrik idi, ona ərə gedir. Sonra Zeynəb anamız İslamı qəbul edir. Amma yoldaşı İslamı qəbul eləmir. Və müsəlmanlar Muhammed sallallahu aleyhi ve sellem hicrət eləyəndə, Mədinəyə hicrət eləyəndə İbnül As həyat yoldaşı Zeynəbi qoymur hicrətləməyə, qoymur köçməyə. Və onlar köçür gedir Mədinəyə qardaşlar. Bir müddət sonra Bədir döyüşü baş verir. İbnül As da müşriklər tərəfindən döyüşməyə gəlmişdi. Fikir verin Muhammed sallallahu aleyhi ve sellemin acısına qardaşlar. İbnül As əsir tikir müsəlmanlara. Allah Resulü əsirlərin yanına gələndə baxır ki, yeznəsi. Allah akbar. Sən Allah Resulü, o da qaynatadır, onun da qızıdır. Fikir verib, baxır Allah Resulü, sahabına deyir ki, ya Resulullah, buna neyini? O deyir ki, bıraxın mənə fidyə gətirəcəm. Müəyyən qədər pul müqabilində qaytararsınız mənə. Və Zeynəb anamız bir boyunbağısı var idi. Onu yollayır ki, ərin bıraxsınlar. Və o boyunbağı gəlib çıxanda Allah Resulü götürür boyunbağın əlinə. O boyunbağını anası Muhammed sallallahu aleyhi ve sellemin həyat yoldaşı Xədicə anamız ərə gedəndə vermişdi Zeynəbə, öz qızına. Allah Resulü baxır, biraz da təsirlənir. Allah Resulü sallallahu aleyhi ve sellem öz yeznəsi əsirlikdə, öz əlində. Amma müşrikdir. Muhammed sallallahu aleyhi ve sellem baxır sahabələrə. Çünki sahabələrin də qardaşları, ataları əsir idi. Allah Resulü elə eləməliyir ki, onların da qəlbinə dəyməsin. Ədalət, eyni ədalət. Allah Resulü baxır, sahabələr görürlər ki, Muhammed sallallahu aleyhi ve sellem təsirlənir. Allah Resulü deyir ki, sahabələr ki, ey mənim əshabım, siz icazə verin. Mən bunun bu fidyəsini də qaytarım özünə, bunu bıraxım. Sahabələr deyirlər ki, bırax ya Resulullah. Bıraxırlar, bu hadisə İbnül As'a da təsir edir qardaşlar. Və qayıdır Məkkəyə, İslamı qəbul edir. Bir müddət sonra İslamı qəbul edir. Və Allah Resulü ona deyir ki, get qızımı icazə ver.
O zaman səni bıraxıram. Və bıraxır, qızına icazə verir hicrətə, qardaşlar. Yolda, qardaşlarım, yolda bir nəfər Məkkəli müşrik Muhammed sallallahu aleyhi ve sellemin qızın alırlar əhatəyə və bu öz nizəsi ilə götürür, dəvəyə belə vurur. Dəvə hürkür, Zeynəb anamız düşür yerə və hamilə idi. Uşağı düşür Zeynəb anamız. Uşağı düşür və özü də ölümcül halda gəlir çıxır Mədinəyə. Bir müddət sonra o hadisədən sonra Zeynəb anamız dünyasını dəyişir həmin xəstəlikdən. Və sonra qardaşlar Məkkənin fəthi olur. Məkkənin fəthində Allah Rasulun göz axtarırdı. Həmin o nizə ilə vurub qızın yerə salan, o uşağın düşməsinə səbəb olan, öz qızın ölməsinə səbəb olan həmin adamı. Həmin adam qaçır, amma bir müddət sonra qadir gəlir, dikilir Allah Rasulun qabağında deyir ki, La ilahə illallah Muhammedur Rasulullah. Gəl. Bütün Allah Rasulü qəzəblə dolu qardaşlar. O acını hansımız dözərik? Kim bağışlayar onu? Çıxsın qabağa. Heç kim. İnsansan, o da insandır. Allah Rasulü sallallahu aleyhi ve sellem. Muhammed sallallahu aleyhi ve sellem baxır ona. Darıca da deyir ki, ya Rasulullah, mənə bağışla. Həbir İbn-i Asfad adında biri idi. Allah Rasulü baxır ona deyir ki, bağışladım sənə. Qardaşım, sən qardaşınla arada olan kim? Yəni bu dərəcədədir. Aruzda olan o müşkilələr bu dərəcədədir ki, sən qardaşını bağışlaya bilmirsən. Vallahi bağışlasın, Allah sənə bağışlayacaq. Ona görə qardaşlar, rəhmət ayında yox, istiğfarı çoxaltmaq, qardaşlar haqqında, bir dənə sahabənin həyatından qısa danışım, biraz uzun oldu. Allah Rasulü sahabələrlə oturmuşdu, bir dənə kişi gəlir, Allah Rasulü deyir ki, o cənnət əhlidir. İkinci gün yenə də həmin kişi gəlir, Allah Rasulü deyir ki, cənnət əhlidir. Üçüncü gün yenə də sahabələr hərisidir. Biri durur, başlayır o güdməyə. Əmr ibn Asın oğlu Abdullah. Başlayır güdməyə, gedir o kişinin evinə, deyir ki, Asaqqal, icazə ver 2-3 gün səndən qalım, evdə atamla bəzi şeylər olub aramızda. Kişi deyir ki, qalay olar. 3 gün qalır, başlayır güdməyə ki, görün, bu nə əməl eləyir ki, o cənnət əhlidir. Görür ki, elə də bunların elədiyindən artıq bir şey eləmir. Üçüncü gün dözmür, deyir ki, ay dayı, valla mən evdə bir atamla heç bir şey yoxdur arada. Amma Allah Rasulü sənə 3 gün dalbadan cənnətlə müjdələdi. Və mən istədim ki, görüm yaxından ki, sən hansı əməl eləyirsən, biz də o əməl eləyək. Bir şey oğlu, mən elə də böyük bir əməlim yoxdur. Görürsən də, sənə bir yerdə gedirəm, gəlirəm, namaz və s. Olsa, bir dənə əməl var. Mən qəlbimdə kin olduğu halda heç vaxt yatmamışam. Hər dəfə yatanda bütün qardaşlarıma haqqımı halal edirəm və Allah Taala'nın mənə böldüyünə razı oluram. Yəni heç kimə həsəd eləmirəm. Abdullah ibn As radiyallahu anh deyir ki, bu əməldir. Bu əməldir. Qəlbi salamat yatmaq qardaşlarım haqqında. Böyük əməldir. Vallahi böyük əməldir. Ona görə istiğfarı çoxaldın qardaşlar. Ramazan ayıdır. Qardaşlarınızı bağışlayın. Əff edin ki, Allah Taala da sizi əff eləsin. Rəhmət ayıdır. Sonra duanı çoxaldırıq. Biz də bax iftar eləmişik. Allahdan istəyirəm, Allah Taala bizi eşitib faydalardan eləsin. Allah Taala bizim günahlarımızı bağışlasın. Allah Taala bizi cənnət əhlindən eləsin. Allah Taala bizi cəhənnəm odundan qorusun yarın. Allah Taala ölkəmizi, həmçinin müsəlman ölkələrini qorusun. Bütün fitnədən, fəsaddan, zalimlərin zülmündən Allah Taala qorusun. Allah Taala hökumət başçımızı qorusun, onun ətrafını qorusun. Allah Taala xeyirli, düzgün, gözəl əmrlər verməkdə Allah Taala müvəffəq eləsin. Və sallallahu və səlləm alə nəbiyyina Muhammed və alə alihi və səhbihi əcmaîn.